Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 5-ci sinif təhsilində səhifə 83-84-dəki ümumiləşdirici tapşırıqların izahına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçək sualların izahına. Birinci sualda bizə deyir ki, verilənləri hansı vahidlə ölçmək daha əlverişlidir? Binanın hündürlüyünü təbii ki, nə ilə ölçərik? Metrlə ölçərikdir, deyilmi? Metrlə. Burada da nəsini? Milimetrlə ölçərik. Milimetrlə bir qarşısındakı suyun həcmi. Suyun həcmini deyirsə kub santimetr olardı. Həcm deyirsə mütləq kub olmalıdır. Otağın sahəsi metrin kvadratı ilə, güldanın həcmi santimetrin kubu olar. Hovuzun həcmi metrin kubu olar, daha böyükdür. Həyətin sahəsi metrlə, şəhərin sahəsi arla, hektarla olar. Hektarla olar. Futbol meydançası da arla edə bilərik. Bu şəkildə olmalıdır. İkinci sualda deyir ki, müqayisə et. Əla. Burada nə idi? Bunlar sahə vahidləridir. Şimdi gəlin ki, bu milimetrsə bunu milimetr çevirelim. Biz bilirik ki, 2,4 santimetrin kvadratını mən milimetr çevirməklə nə etməliydim? 100'ə vurmalıyam. Bu elədir 240 milimetrin. Bundan da 100 çıxsaq nə olacaq? 140 milimetr olacaq. Bu belə. Bura 140 oldu. Əla. İndi bəs yaxşı. 0,4 santimetrin kvadratı mən 100'ə vurmalıyam. Bu da elədir 40. 40 olacaq milimetrin nəyi? Kvadrat. Yəni, bu 140, bu da 40. Bu getdi. Bu şəkildə böyük olmalıdır. Yenə də baxın. 2,4'də 1 santimetrin kvadratı. Bu nə olur? Bu nə deyir? 2,25 santimetrin kvadratıdır. Mən bunu nəyə çevirməliyəm? Milimetre. Yenə də nəyə vurmalıyıq? 100'ə vurmalıyıq. 100'ə vuranda 225 milimetrin kvadratı olur. Bunun üstünə 400 gəlsək, bu elədir 625 milimetrin kvadratı. Bu elədir. Bu da 625. Bir-birinə nə oldu? Bərabər oldu. İndi baxın, hektarla verilib, arla verilibdir. Biz burada nə etməliyik? Burada hamısı eyni vahidə gətirək. Ən kiçiyinə gətirsək deyim, yaxşı olar. Məsələn, bunların içindən ən kiçik hansıdır? Metrə gətirəyin hər birini. Gəlin, bizə rahat olsun deyə ən kiçiyinə gətirək. Məsələn, 1 hektarımızı mən metrə çevirmək üçün nə etməliydik? 10.000 kvadrat metrə deyilmi uşaqlar? 10.000 metrin kvadrat. Bəs 10 ar. 1 ar nə idi? 100 kvadrat metr idisə 10 arımız 1000 kvadrat metrdir. Və biz bunları nə edirik? Çıxırıq. 10.000'dən 1000 çıxanı neçə edir? 9.000 olacaq. Bu oldu 9.000 metrin kvadratı. İndi 1000 metrin kvadratının üstünə 0,5 ar gəlsəm. Biz bilirik ki, 0,5'i nəyə vurmalıyam mən indi? 100'ə vurmalıyıq. Neçə elədi? 50 metrin kvadratı. Deyilmi? Ardan metrə keçəndə 100'ə vurmalıydıq da. 1000 üstə də 50 gəlir, 1050 eləyəcək də bu. 1050. Bu da 9000 idi. Təbii ki, bu daha böyük oldu. Gəldik sonra tutum. İndi baxın, desimetr verilib, ən kiçiyinə çevirməmiz lazımdır, deyilmi? Yəni, ən kiçiyinə çevirək. Hansıdır burada ən kiçiyi? Təbii ki, millilitrdir. Hər birini millilitrə çevirək. Baxın, 1 litr 1000 millilitrdir. Baxın, 120 santimetrin kubu. 120 santimetrin kubu. Mən bunu birinci gəl litrə çevirəyim. Və yaxud da bunu elə, baxın uşaqlar, biz bilirdik ki, 1 millilitr 1 kub santimetr. Onda 120 kub santimetr elə 120 millilitr edəcək. Bunları çıxsaq, 1000'dən 120 çıxarıq. Sonra bu millilitrdir. Bu 0,8 desimetrin kubunu biz nəyə çevirməliyik? Çevirməliyik şeyə də
1000 litre. Elə bu 0,8 litr deməkdir də. 1 kub desimetr 1000 litre idisə, əla. İndi biz bu 0,8 litri də mən 1000 litre çevirməyə 1000-ə vurmalıyam. Bu da elədir 800 millilitr. Bu 800 millilitrdir. Burada 200 var. 200-dən 8-i toplasam bu eləyəcək. Baxın 1000. Burada da 1000 çıxılsın 120 oldu da. Baxın 1000 çıxılsın 120. Burada da 1000 çıx 120. Təbii ki 1000-dən 120 çıxsam daha kiçiyə də alınacaq da. 1000-dən bunu müqayisə etsək. Əla. Aha, burada da hər birini santimetrə gəldirəyim. Baxın. Metrin kubunu mən indi santimetrə gətirməkdən nə etməliyəm? Təbii ki mən nəyə vurmalıyam? Bu metrdən santimetrə keçirəmsə milyona vurmalıyam. Yəni 27 arxasında 2 sıfır olmalıdır. 4 sıfır olacaq da. Çünki 2 dənə sıfır vergül apar. Bu elədir santimetrin kubu. 270 min. Üzərinə 12 min gəlsək. 12 min. Nə oldu bunların üzərində? 0, 0, 0, 2. Elədir bu 282 min. Bu belə. Burada da 240 min var da. Əla. Deməli bu böyük oldu. Aha, indi burada santimetrlər verilib. Biz indi yazağın. Biz burada baxın ikisi santimetrdir, biri millimetr. Biz indi gəlin bu 190 min millimetri nəyə çevirəyin? Santimetrə. Biz bilirdik ki millidən santimetrə keçirsə nəyə bölməliyəm mən bunu? Minə bölməliyəm. 3 dənə sıfır belə getdi. Nə qaldı burada? 190 santimetrin kubu qaldı. Əla, bu elədi 190. İndi gəlin keçəyim buna. Burada 200-dən bu elədi 1,8. Bu 4-ü 5-ə bölündə 0,8, 1,8. Mən 200-dən də 1,8 çıxsam, heç zaman 190-dan kiçiyə də alınmaz. Deməli, bu böyük olmalıdır. Bu şəkildə baxmamız lazım. Sonra gəldik G variantına. Deyir ki, santimetr, millimetr falan hamısı nəyə çevirəyin? Gəlin milliyəm çevirəyin hamısını. Çevirəyin də hamısını. Hətta gəlin santimetr, milliyə çox kiçik olacaq. Çox kiçik də olacaq. Santimetrə çevirəyim. Bu qalsın 0,1 metrin kubu. Metri santimetrə çevirinsə nə etməliyəm mən? Milyona vurmalıyım. O da 1, burada 5 sıfır qalacaq da. Əla. Bu belə. Oldu bu 100 min. 100 minin üstünə gəldik. 8100'ü gəldik. Neçədir? 0, 0, 1. 108.100. 108.100. Bu belə oldu. İndi biz millimetri nəyə? Bu santimetrdir. Baxın. İndi bu 800 min millimetrin kubunu mən nəyə çevirməliyəm? Santimetre. Yəni minə bölməliyəm. Baxın bu ifadəni bölməliyəm minə. 800 min bölünsün 1000. 2 sıfır buradan getdi. 3 sıfır da alır. Nə qaldı burada? 800 santimetrin kubu. İndi gəldik sonra nəyə? Bu 800 oldu değil mi? Bu indi baxın yenə eyni şeydir. 0,1 metrin kubu. 0,1 metrin kubu mən nəyə çevirməliyəm? Santimetr. Onda nəyə vurmalıyam? Minə. Minə vuranda da elədi bu neçə? Belə bir şey oldu da 100 min. 100 min üstündə bu 800'ü gəlsək, bu daha kiçik ədəd eləyəcək. Gəlin baxalım istəsiniz. Baxın 0, 0, 8. Bu belə. Bu 108 min elədi. Bu 100 min elədi. Deməli bu böyük olacaq. Həla gəldik. Burada da indi tutum vahidlərini bizə deyir. 1 litr. Biz bilirik ki 1000 nədir? Kub santimetrədə değil mi? 1000 santimetrin kubudur. Üzərində də 80 gəlsək, bu elədi. Üzərində də 80 gəldik. Nə elədi? 1080 santimetrin kubu. İndi gəldik 0,2 litrdir. Aha, baxın bu kub desimetrdə elə bu 0,8 litr deməkdir. Kub desimetrlə litr bir-birinə bərabər. Mən indi bunu nə etməliyəm? Bunu çevirməliyəm nəyə? Santimetrə çevirməliyəm. Bunu santimetrə çevirməliyəm nəyə vurmalıydıq biz? Minə. Bu elədi 200 santimetrin kubu. 0,8 litrimizdə yenə də minə 800
santimetrin kub. Mən bu ikisini toplasam 1000 kub santimetr eləyəcək. 1000 kub santimetr. Burada da 1080 var. Təbii ki 1080'imiz daha böyük olacaq. Gəldi üçüncü suala. Üçüncü sualda bizə deyir ki düz prizmaların səthinin sahəsini və həcmini tapın. Biz səthin sahəsinin düsturunu bilirik də. Burada məsələn bu kub olduğuna görə üçüncüdə bunu S bərabərdir 6 vurulsun A kvadrat. Yəni 6 vurulsun 6'nın kvadratı. Bu elədi 216. Bu həcmdə isə 6 vur 6 vur 6 şəklini alacaq. Elə bu da 216 şəklini aldı. B variantında isə B variantına baxalım. Təbii ki biz həcmini tapmaqdan ötürü 4 vur 2,5 vurulsun 8. Elədi burada 80 santimetrin kubu. Sahəni isə tapmaq üçün təbii ki 2 vurulsun 8 vurulsun 2,5 üstə gəlinsin 8 vurulsun 4 üstə gəlinsin 2,5 vurulsun 4 şəklini alacaq. Buradan 2 vurulsun. Bunu vursaq bura 20 üstə gəlinsin 32 üstə gəlinsin 10 olacaq. 2 vurulsun 62 olacaq. 124 şəklini almalıdır. Biz burada həcmi tapağın C variantına baxırıq. C variantında bizim həcmimiz S oturacaq. Vurulsun H. Otacağımız olacaq 1/2 vurulsun 1,6 bölü 2. Bir də vurulsun hündürlüyümüz də neçə olmalıdır? 5. Baxın bu bizim hündürlüyümüzdür. Bunları baxaq görək nə baş verir burada. Bunu vursa, buna vursam 1,2 vurulsun bura 8 eləyəcək bölünsün 2. 1/6'ın 5'ə vursam 8. Bundan bu 4. Bu elədir 4,8 şəklini alacaq həcmimiz. Bəs yaxşı. Sahəmiz necə idi bəs burada? Prizmada sahə biraz uzun olurdu. Necə demişdik ki biz baxın bu hündürlüyü, bunların hər birinə vurmalıyam. 5 vurulsun 1,2 üstə gəlsin 5 vurulsun 1,6 üstə gəlsin 5 vurulsun 2. Sonra bir də oturacaqlarını tapırıq da 1,6 vurulsun 1,2 bölü 2. 2 dəfə yazırıq da bunu. Vurulsun 2 yazalım. Gəlin belə baxın. 2 dənə olduğunu 2'yə vururam da. Bunlar getdi. Nə qaldı burada? Bunları bir-birinə vursaq nə olar? Gəlin biz burada kalkulatora müraciət eləyən vaxtımız çox getməsin. Bunu vuranda 6 eləyəcək. Bura 10, bura 6, bura 10. Bunu da vurduğumuz zaman 8 eləyəcək. Bir də üstə gəlinsin. Bizə nə lazımdır burada? 1/2, 1/2 ilə 1,6'nın nəyi? 1,6'nın hası. Bu da elədi. 1,92. Bunları toplasaq, onda 24. 24'ün üstə də 1,92 gəlsə nə oldu burada? 25,92 şəklini alacaq. Gəldik D variantına. D variantında da biz həcmi tapsaq, D variantı birinci həcmimiz olacaq. Yenə də S oturacaq vurulsun H. Yəni 5 vur 12 bölü 2 vurulsun 20. Bundan bu elədi 10, 60, 600 elədi. Sonra gəldi sahə. Sahədə yenə eyni şeydən 20'ni vurmalıyıq bunların hər birinə. Gəlin bunları mütəzədə yaza bilək. 5 üstə gəl, 12 üstə gəlinsin, 13'ü belə yazıram. Vuram 20'yə üstə gəlinsin. 5 vur 12 bölü 2. Bir dənə də 2 dənə olduğunu 2 dənə yazmalıyıq da. Buradan 20 vurulsun. Bura elədi 25, 30. Üstə gəlinsin. Bunlar getdi üstə gəlinsin. Bir də 60. 600 üstə gəlinsin. 60. Elədi cavabımız 660. Belə. Bu şəkildə olmalıdır. Gəldik sonra nəyə? Deyir ki, verilən fiqurların həcmləri bərabərdir. Hər fiqurun tam səthinin sahəsini tapın deyir. Həcmlər bərabərdirsə mən buradan bunun həcmini taparam. Baxın 4'ün A variantına baxırıq. Misal nömrə 4 A variantı. Bunun həcmini tapmaqdan ötürü 4 vur 3 bölü 2 vurulsun 6 olacaq. Baxın bu da hündürlüyümüz. Bundan bu getdi bura 3. 12 vur 3 neçədir? 36. Deməli bu da 36 eləməlidir. Yəni mən bu V-ni tapım. V bərabər 6 vur 3 vur H olmalı. Sənin V-də 36. 36 bərabər 18 vurulsun H. H da bərabər neçə eləyir? 2 elədi. Deməli bura 2 imiş.
Bu şəkildə. İndi biz bunu tapdıq. Veriləni tapdıq. Bizə deyir ki, nəyini tap? Bunların tam səthinin sahəsini tap deyir. Tapaq. Bu birinci fiqurda tam səthin sahəsi nə olurdu? Dedik ki, bu 6-nı vurmalıyıq 3 bucağın bütün tərəflərinin cəminə. 4 üstə gəl, 3 üstə gəlinsin 5-ə. Elə deyilmi? Aha. Sonra burada bir də üstünə gəlməliyik. Əslində normalda 4 vur 3 böl 2 2 dənə olmalıdır da bundan. Elə deyilmi? Bunlar da gedəcək. Bunlar neynədir? 12, 17, 6 vurulsun. 12 üstə gəlinsin 12 oldu. Buradan da elədi 72 üstə gəlinsin 12. Cavabımız elədi 84 şəklində. Buranın da tam səthin sahəsini bilirdik də necə idi? Bu rahat idi də tam sətdə 2 vurulsun. Böyle də hamısı bir-birinə vuruldu. 6 vur 3 üstə gəlinsin 6 vur 2 bir də üstə gəlinsin 3 vurulsun 2 olacaq. 2 vurulsun 18, 12 üstə gəlsin 6-ya. Burada elədi 2 vurulsun 36, neçə elədi? 72 şəklini alacaq. Gəldi indi burada. Deyir ki, həcmləri eynidir də bunlar nə deyil mi? B variantına baxsaq, V bərabər 16 vur 5 vur 6-ya. Bunu buna vuranda 80, 80'i de 6'ya vuranda 480 olacaq. İndi bunun da həcmi 480 olmalı. Həcmi yəni 480 bərabərdir. 2 vurulsun 1,5 bölü 2 vurulsun h yazmalıyım. Bununla bu gedər. Yəni 1,5 vurulsun h bərabərdir 480'ə. H da bərabərdir 4800'ü bölməliyəm 15'ə. 4800 bölünsün 15. Çeyli burada 3 dəfə 45, 30'da 2. H elədi. 320 mi etdi? Baxaq görə. Belə. Hamısı metrlə verilib də yəqin ki. Burada metrlə deyilmi? Sanki biraz çox böyük elə daldıq biz. Baxın bir daha. Otacağın sayısı vurulsun. H olmalıdır. 1,5. Biz neyse səhv mi elədik? Hesablama səhv mi elədik? Bölünsün 1,5. 320 olur da. 320 olmayacaq ki, böyle çok büyük olmaz da. Neyse səhv elədik burada. Baxın bir daha, bir daha. Bir daha bakacağım. Ve beraber ne dedik? 6 vurulsun, 5 vurulsun 16'ya. 30 vurulsun 16. Nedir burada? 480 elədi. 480. Sonra mən ne dedim? 480 bərabərdir. 2 vur 1,5 bölünsün 2. Vurulsun bir de h. Bunlar getdi. Yəqin ki elə verilib də. 320 elə olundu. 320. Heç nə. Hər fiqurun tam səthinin sahəsində. Bunun tam səthinin sahəsi bunun birincinin. Ne olacaq? 2 vurulsun 16 vur 6 üstə gəl 6 vur 6 vur 5 bir də üstə gəlsin 16 vurulsun 5 olacaq. Buradan 2 vurulsun 96 üstə gəlsin 30 üstə gəlsin 80'ə 110 110 üstə 96 gəlsək 2'ye də vurmamız lazım. 110 plus 96 vurulsun 2. Elədi bu 412 şəklini alacaq. Burada isə 320 almışdıq. Necə olmalıdır? Demişdik ki 320'ni vurmalıyıq bunların hər birinə. 1,5 2,5 üstə gəlsin 2. Bir de otacağı 1,5 vurulsun 2 böl 2. Bundan 2 tane olduğuna göre otacağın sayısı. Bir bu. Bir de bu olduğuna göre 2 defa olacak. Bunlar getdi. 320'ni vurmalıyım. Bunları toplayanda 4 6'ya. Bir de üstüne gəlməliyəm 3'ü. Aha 0 2 19 üstə gəlsin 3. 1923 şeklini alacaq. Bu şekilde olmalıdır. Geldi sonra 5. sual. Deyir ki, şəkildə kuboid formasında olan bir sabunun ölçüləri verilmişdir. Satış üçün sabunları hər birində
4 olmaqla paketlərə yığılır. Hər paketin həcmi nə qədərdir deyir. Təbii ki, mən birinin həcmini tapıb nəyə vurmalıyıq? 4-ə vurmalımız lazım. 5-ci suala baxsa bunun həcmi nə olur? 5 vur, 3 vurulsun 10. 150. Biri 150-dirsə 150 nəyə vurmalıyıq? 4-ə. 4-dən 5-ə neçə dənədir? 1, 2, 3, 4 dənə. 4-ə vurun. 150-ni də 4-ə vuranda elədir 600 santimetrin kubu şəklində olacaq. Hər paketi bükmək üçün ən az neçə kvadrat metr kağız lazımdır? Hər paketi bükmək üçün bizə yan səthinin sayəsi lazımdır. Bizə burada S yan lazımdır sadəcə. S yanı tapmaq üçün biz bunu nə etməliyik? Ancaq 5 və 10 ondan istifadə etməliyik də. 3-ə heç ehtiyac qalmayacaq. Baxın, görürük. 5 və 10 deyəndə 3-ü, baxın bu yan tərəfləri bizə lazımdır da ancaq. Bir dənə baxaq görək. Bizə yan tərəflər lazım. Bir də bu 2 dənə üst hissəsi lazımdır. Birinci gəlin yanlarını tapaq. Birinci bunun yanını tapsaq, məsələn bu yan tərəflərini tapmaq üçün nə olacaq? S yanı tapmaq üçün biz burada 2 dəfə olmalıdır. 3-ü 5'ə vurmalıyam və bir də 3-ü 10'a vurmalıyam. Neçə oldu burada? 15, 30, 45. 2 vur 45. Neçə elədi? 90. 90'ın 1, 2, 3, 4 dənə olduğuna görə 90'ı vururam 4'ə. Neçə elədi? 90 vurulsun 4. Elədi 360 və bir də mənə bu hissə lazım. Baxın, bir bura lazımdır. Bir də bu 6. Buranı tapmaq üçün bura 5'dir, bura 10'dur. Nə elədi? 50. Bir dənə də aşağıda da 50 var da. 50'lərin toplamı neçə elədi? 100. Bu da 360 dənə 100 toplamı neçə elədi? 460. Kubmetri kağız lazımdır. Keçən 6-cı suala. Deyir ki, New York şəhərindəki yerləşən Flatiron'dur nədir? Flatiron adlı bina oturacağı düzbucaqlı, üçbucaq olan düz prizma formasındadır. Binanın yan üzlərində qoyulan pəncərələrin ümumi sahəsi yan. Yan üzlərin qalan hissəsi isə çöl boyası ilə rənglənmişdir. Binanın yan üzlərinə qoyulan deyir. Yan üzlər. Yəni yan səthinin sahəsi 3000 kvadrat metrə bərabərdir. Sonra deyir ki, yan üzlərin qalan hissəsi isə çöl boyası ilə rənglənmiş. Rənglənən sahə nə qədərdir deyir. İndi bizdə normalda biz nə etməliyik bunu? Bu verilənlərə görə mən bunun sahəsini tapmalıyam. Bu verilən ölçülərə görə gəlin sahəsini tapalım biz bunu. Yəni S tamı tapmamız lazım. S tam necə idi? Deyirdik bu 86'nı vurmalıyıq. Bu ədədlərin hər birinə 24 üstə gəl, 10 üstə gəlinsin. Bizə verilməyib yoxsa bu? Buranı da 26 verib də. Burada 26 uşaqlar. Burada 26. Sonra üstə gəlinsin. 24 vur 10 bölü 2, yəni otacağının sahəsi. Bir də onun 2 dənə olduğuna görə üst 2 dənə baxmayacaq. Burada bir dənə daxı. Ümumi sahəsini tapmalıyıq. Baxaq görək. Binanın yan üzlərində qoyulan pəncərələr. Biz bunu burada ikiye bölməyək. Bu bura belə qalsın. Gəlin bunları vurmamız lazım. Bunları 50, 60. 80 vurulsun 60. Burada da 120 oldu. 80'a 60'a 448 üstə gəlsin. 120 oldu. Bunları topladığımız zaman da neçə oldu? 120'ni toplasaq 0, 2, 9, 4920 oldu. Öyle değil mi? Bize de deyir ki 3000'li belə işlənib də. 3000. Deyir ki, yan üzlərində qalan hissəsinin isə çöl boyası rənglənibdir.
Biz normalde bu səthi belə tapdıq. Otacağı ilə bir yerdə tapdıq. İndi biz burada nə etməliyik? 3000'dir yan səthin pəncərə olan hissəsi. İndi biz burada 4920'dən nə çıxmalıyıq? 3000'i çıxmalıyıq da. Bura 0, bura 2, bura 9. 1920 olacaq. 1920 şəklində. Bizə deyir ki, rənglənən sahə nə qədərdir? Bu şəkildə olacaq. Gəldik sonra 7-ci suala. Alüminiumdan düzəldilmiş detal kub və kubey şəklin təşkil olunmuş fiqur formasında. Bu həmindir ki, onun ölçüləri şəkildə kimi və alüminiumun bir kusanın kütləsi qramdır. Əla. Detalın kütləsi neçə qramdır deyə. Yəni biz bunun nəyini tapmalıyıq? Həcmini tapmalıyıq da birinci növbədə. Elə deyil mi? Həcmini tapalım. Sonra da çevrəyin onu 2 qramdır deyir də 1 kub santimetrimiz. Burada santimetrlə bu birincinin bizə verilib baxaq görə nə deyir bizə. Detal kubdur. Biri kubdur, biri kuboiddir də. Onun ölçüləri şəkildə kimi qeyd olunur. Bura 7'dir. Bura 8'dir. Onda baxın bura 3'dür də. Onda burada 3'dür. Onda mən bu həcmini tapmaq üçün böyünün həcmidir. V bərabər 7 vur 8 vur 3 olacaq. 56 vurulsun 3. Nə qədər elədi? 8, 168 bu elədi. Bu isə 3 vur 3 vur 3 olacaq. Yəni 27. Bura 5, 995 santimetrin kubu. İndi bizə deyir ki, 1 kub santimetre nə qədər var? 2,5. Biz nə ilə 2,7? Onda biz 195'i vurmalı 2,7'ye. Gəlin vurağam. 195 vurulsun 2,7. Bu elədi cavabımız 526 tam 5 şəklini alacaq. Aha, keçək 8-ci suala. Ölçüləri şəkildəki kimi olan kuboid formalı qapalı qabda 1,2 litr su vardı. 1,2 litr. Əla. Şimdi biz bunu 1 metrlə verib, 1 santimetrlə verib deyir ki, qabdakı suyun səviyyəsi hansı hündürlükdədir? Əla. Biz burada nə etməliyik? Birinci növbədə bu litri çevirməliyik. Gəl santimetre çevrəyində. Biz bilirik ki, bu olacaq nə? 1 litrin 1000'dirsə bu 1000'ə vurmaq. Öyle 1200 kub santimetre su var. Kub santimetre su var. İndi bizə biz bunun həcmini tapmaqdır indi. Biz bu hündürlüyü tapmamız lazımdır. Mən indi bu hündürlüyü tapmalıyam da buranı. Bu h-ı. Bu h-ı tapmaq üçün 1200 bərabərdir. 12 vur 5 vur h olacaq. Yəni 60 vurulsun h bərabərdir 1200. Buradan da 20 elə. H oldu 20. Əla. Hündürlüyümüzü tapdıq. Qabı şəkildəki kimi kiçik yan üzü üstə qoyduqda su hansı hündürlükdə olar deyir. Həcm dəyişməyəcək. Bu şəkildə qalacaq. İndi baxalım. Bura 5'dir. Bura 12'dir. Yox, bura 30'dur uşaqlar. Bura 30. Mən nə etməliyəm mən? Yazmalıyam ki 5 vur 30 vur bu h bərabər yenə də 1200'ə. Bu elədir. 150 vur h bərabərdir 1200'ə. Bunlar getdi. H da bərabər 8 olacaq bu dəfə. Bu dəfə oldusa h-ımız 8. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.